Salam hər kəsə, məni dinləyən hər kəsə. Çox xahiş edirəm bu videonu axıra kimi baxasınız. Mən Nəsirova Laləzar Elman qızı, Milli Məclisin deputatı Elman Nəsirovun ilk nigahından, yəni ilk rəsmi nigahından olan evladıyam, tək yeganə evladıyam. Mən, atam və anam, mənim 4 yaşım tamam olmamış, onlar rəsmi şəkildə ayrılmışdılar. Mən anamın himayəsinə verilmişəm. Mən heç vaxtı yəni öz kimliyimi hər zaman gizlətmişəm, belə videolar çıxış etməmişəm. Həmişə çalışmışam ki, atamın işinə, iş nüfuzuna heç bir zərər, ziyan toxunmasın. Və hər dəfə mən onu tərəfini saxlamışam, müdafiə eləmişəm. Öz ailəmdə, qurduğum ailədə dəfələrlə o təhqir olunub, dəfələrlə mən alçaldılmışam. Amma hər zaman mübarizə aparmışam ki, mənim atama söz deyilməsin. Buna Allah şahiddir ki, mən hər zaman onun tərəfini tutmuşam. Baxın, bunu görsədim, oxuyun. Mən ailə qurduğum üçün Əliyevadır. Başqa sənədləri göstərərəm. Nəsirova Əliyeva Laləzar Elman qızı. Mən birazdan atamla anamın toy şəkillərində paylaşacağım. Qoy sübut olsun hər kəsə. Mən ailə qurmuşam. Atam mənimlə heç zaman maraqlanmayıb. Nə yemişəm, nə içmişəm. Heç vaxtı mənə bircə dəfə də olsun zəng eləməyib. Mənim ad günlərim olub, mənim ailə qurduğum olub. Heç vaxtı mənə nə bir zəng eləyə, nə mənim bir çətin işimdə yanımda ola, nə məktəbimə gələ. Həmişə tək olmuşam. Nə əziyyətlər çəkmişəm, heç zaman bilməyibdir.